Narsist deyəndə biraz istəyirəm bunu açasınız. Çünki narsist sözü çox işlənilir, amma açılmır. Narsist ev tiranı. Bunun açıqlaması çoxdur, amma ev tiranı. Deməli, narsist çöldə necə görsənir? Əyinbaşı həmişə yerində. Yəni baxacaqsan, deyəcəksən, ayda, yəni ideal kişi obrazı budur da. Və görüşdüyünüz ilk etaplarda güllər, hədiyyələr, diqqət, 7-24 sənə qayğı, sən özünü dünyanın ən xoşbəxt insanı hiss eləyəcəksən narsistlə. Onda bu bəyaz atlı prensdir əvvəldə. Bəli. Amma ailə qurduqdan sonra uşaq ki oldu, sən ki ondan birazca da olsa asılı vəziyyətə ki qalırsan, həm emosional, həm ekonomik vəziyyətdə fərq yoxdur. O səni əzəcək. Bu nə deyiləmsən? Sən heç nə bacarmırsan, nə gündəsən, bu nə koftadı geyinmisən, bu nə əyinbaşlı geyinmisən, səni ucuzlaşdıracaq. Bu artıq pik nöqtədir. Amma çox narsistlər bunu eləmirlər. Niyə? Çünki onlar onlara ətrafın onlar haqqında müsbət rəyi çox önəmlidir. Bir növ artist. Rol oynayırlar da. Rol oynayırlar, bəli, maskalanırlar. Hər kəs desin ki, bu insan idealdır. Necə yaxşı adamdır. Amma sən evdəki qurbanına zülm verirsən. Deməli, necə olur o? Bir, sözlə zülm verirlər. Təhqir eləməyi nəzərdə tutursunuz? Bəli. Bir də fiziki şiddət. Deməli, çıxacaq, toya gedəcəksiniz, qabağında diz çöküb oynayacaq. Sənə elə toyda qulluq eləyəcək ki, məclisdə də, məsəl üçün, qabağı və kababın ən dadlı hissəsini sənə qoyacaq. Orada arvadlar deyir, bəxtəvərin əri gör necə baxır ona. Qıraqdan baxan deyəcəklər, ay Allah. Və sən günün birində deyəndə ki, mənim yoldaşımdan çökürəm, mən dözə bilmirəm, mən bu münasibətdə qala bilmirəm. Deyəcəklər, sən dəlisən. Hamı yaxşı görüb baxır. Necə onu içmir, çəkmir, pul qazanır. Sənə baxır. İdeal obrazdır. Sən şükür elə. Evdədir də, nə olar. Sən inandıra bilmirsən ki, evdə mənim həyatım cəhənnəmdir. Həqiqətən də narsist insanla yaşamaq olmur. Çünki o sənə birinci psixoloji baskı göstərir. Neynir? Yemək çox yaxın qohumlar düşür, yadıma adlarını çəkmir. Elə hamımızda var o qohumlardan. Yemək bişirirsən, o yeməyi ucuzlaşdıracaq. Bu nə deyiləmsən? Və bu bir dəfə təkrar olunmayacaq. Bir dəfə indi olur da insanıq. Məsəl üçün toyuğu biz təzə evlənəndə mən toyuğu elə bişirmişdim ki, inanın yerə vuranda bu səs gəlirdi toyuqda. Yəni onda mənim yoldaşım bir dəfə dedi ki, ayımı nəsə yeyirdi, dişi ilə belə sındırırdı həqiqətən də, amma bir dəfə oldu o söhbət. Narsist nə edir? Sənin gördüyün hər bir işi dəyərsizləşdirir. Bu nədir bişirmisən? Heç kim yeməz bunu. Nə duzun az eləmisən, dadlı eləməmisən, bişirməyi də bacarmırsan. 1 deyir, 2 deyir, 3 deyir, 4 deyir, illərdir deyir. Qadın elə qadınlar bilirsiniz necə olur? Mən heç nə bacarmıram. Onda qadın da ona yaxşı olmağa çalışır. Özünü sübut eləməyə ki, o anadan gəlir ki, amma siz narsistdən sən mükəmməlsən, sən əla bişirmisən, sən möhtəşəm bir qadınsan sözünü heç vaxt eşitməyəcəksiniz. Siz həmişə onun üçün heç nə. Elə belə. Yəni onu qane eləməyə çalışan bir varlıq olacaqsınız. Bir qadın da demirəm, çünki o sizə qadın gözü ilə də baxmır. Fiziki şiddət olacaq. Deməli, narsist nə edir? Sən ona zəng edirsən ki, mən xəstəyəm, dərmana ehtiyacım var. O da toydadır. Dostları ilə gedib toya. Narsist heç vaxt toyu yarımçıq qoyub, gəlib sənə o dərmanı almayacaq. Sən istəyirsən orada öl. O deyəcək ki, o zənglərə cavab verməyəcək. O itəcək və gələndə də səni günahkar biləcək. Pəncərəni açdın, xəstələndin, özün getdin xəstələndin. Mən nə etməli idim ki, uşaqları qoyub sənin yanına gəlməli idim, baxardın da. Sən ona zəng edirsən ki, dərmana ehtiyacın var. O qəsdən unutmuş kimi özünü göstərir və sənə o dərmanı almayacaq. Bəs burada qadın nə etsin? Çox çətin prosedurdur əslində. Psixologiya deyir ki, narsistdən qaç. Narsist həyat yoldaşın varsa, sən onu düzəldə bilmərsən. Okay. Psixologiya deyir. Okay. Enerji deyir ki, onu çöz. Bu sənin güzgündür. Narsistik münasibət, sən harda özünə dəyər vermədin, harda özünü unutdun, harda özünü fədakar elədin, bu sənə nə öyrədir? Enerji bunu deyir. Mən daha çox enerjiyə üstün tuturam. Çünki bilirsiniz, kəs tulla demək çox asandır. Narsistdir, ayrıl, boşan,
boşan demək çox asandır. Övladlar var, bunun ekonomi vəziyyəti var. Bilmirsən o qadın nə vəziyyətdədir, bəlkə heç oxumayıb da, bilmirsən. Mən hər zaman deyirəm, bacarırsınızsa ailəni saxlayın. Əlinizdən nə gəlirsə eləyin. Gördün artıq, pik həddə çatdı. Alınmır. Enerjide yoxladın, psixologiyanı da yoxladın, öz üzərində də işlədin, amma alınmırsa bəli, tamam, o artıq sənlik deyil. Amma praktika nə göstərir? Qadın dəyişəndə necə? Kişiyə görə dəyişmirsən. Öz dəyərini bildikdə bir dəfə o nəsə bir söz demək istəyir, hərəkət eləmək istəyir, sən onu zəbt eləyirsən, şəxsi sərhədlərini qurursan çünki. 2 dəfə, 3 dəfə, artıq 4-cüdə o deyir ki, hə, mən buna deymirəm. O başlayır dəyişməyə. Sən onun artıq narsist sifətin deyil də pozitiv sifətin görməyə başlayırsan.